Dedilər ki, güya ki gedib iynə vurdurub. Şoka düşüb, ondan da gətiriblər. Sumqayıtda 72 yaşlı qadın səhv iynə vurulması səbəbindən elə xəstəxanada da dünyasını dəyişib. İddialara görə hadisə məhz qarşısında dayandığımız 3 nömrəli ailə sağlamlıq mərkəzində qeyd alınıb. Belə ki, yaxınları tərəfindən xəstəxanaya gətirilən 72 yaşlı Nigar Babaxanovaya məhz bu xəstəxanada iynə vurulub və özünü yaxşı hiss etməyən qadın elə həmin vaxtı da bu xəstəxanada dünyasını dəyişib. Məlumata əsasən Sumqayıt şəhərində 6-cı mikrorayonun 11 saylı binasında yaşayan Nigar Babaxanova tibb mərkəzində ona vurulan iynədən sonra vəziyyətinin pisləşdiyi və daha sonra vəfat etdiyi bildirilib. Mərhumun cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Qusar rayonuna aparılıb. Dedilər ki, güya ki gedib iynə vurdurub. Xeyr, ona görə rəhmətə gedibdi. Beləsinə qonşu olmuşuq, pis qonşu deyildilər, sakit adam idi. Çox yaxşı insan idi, çox. Dedilər ki, orada xəstəxanada nəsə olubdu. İynəni vuranda şoka düşüb, ondan da gətiriblər. Qadın cinsli şəxs yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli ailə sağlamlıq mərkəzinə müraciət etmişdir. Xəstəyə həkim təyinatı əsasında Aktoserid preparatının inyeksiyası icra edilmişdir. İnyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anaplaktik şok reaksiyası baş vermişdir. Tibb personalı tərəfindən anaplaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülmüş, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilmişdir. Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınmışdır. Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Faktın səbəblərinin müəyyən edilməsi üçün müvafiq prosedurlar həyata keçirilir. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.